Alo dedim. Akşamın xeyir müəllim. Akşamın xeyir olsun. Kim idi? Ramizdir, sizi narahat edirəm uzaq önündən. Ben düz demişim. Tapmışam. Hiç Ramiz müəllim danışmamış. Tapmışam ki bu Ramiz müəllim olacak. Buyurun. Hoş gördük. Mənim axır zamanlar iştahım yoxdur. Aha. İştahın yoktu Ramiz müəllim. Çok sağ ol sualına Burada göre. yeyə bilmirəm, iştahsızam. Ramiz müəllim, grip geçirmemiştin. Grip geçirmemiştin. Yox, keçirməmişəm. Qribin qabağını sıra da alıram da soğan suyuyla. Ay sağ ol. Ay sağ ol. Denən doktor səndən öyrənmişəm. Heç olmasa qeyd elə də Ramiz müəllim. Hə. Ramiz müəllim, əgər iştahsızlıq bir neçə səbəbdən ola bilir. Gripdən ola bilər, əsəbdən ola bilər, əsəbi gərginlikdən sonra ola bilər. Ondan sonra müxtəlif qurt xəstəliyindən ola bilər, yorğunluqdan, zehni və fiziki yorğunluqdan ola bilər. Yəni bir də mədə turşuluğunun azalmasından da iştahsızlıq ola bilər. Sizə məsləhətim odur ki, erkən yatın, doyunca yatın, əsəblərinizi qoruyun. Biraz da iştah açıcı ədviyyatlardan istifadə edin, Ramiz müəllim. Yəni, zəncəfil tozudur, darçın tozudur, sarı kök, yəni kurkumin tozudur, nanə çayıdır və digər ədviyyatlardan istifadə edin. Yəni, acı biberdir, iştahınız açılacaq. Açılmasa, gələrsiniz yanıma, mən çox sadə formada iştahınızı açacağım. Çox sadə formada. Çox sağ ol, təşəkkür ederim.